Ben bir Ahmet, bu da Nihat. Gördüğünüz kimi metro oyunlarını planlayırıq. Deməli, buradan Nihada da salamlayıram və başqalarını da salamlayıram. Takip atmağı unutmayın. Videomuzu da gördünüzsə bəyənib. Yenə də deyirəm, takip atın. Hər nəsə, keçək videomuza. İlk öncə, bu hansı stansiyadır? Gəldim və yarımçıq qaldıq burada. Deməli, gördüyünüz kimi qatarımız da burada. Və umarım tikiləcək və yarımçıq qalıb bu. Oyunun baxırıq, planlayacağıq. Qatar yaxşıdır. Hər nəsə, başlasan. Bir də ki... Və səsin alın. Deməli, budur qatarın səsi və buradan da əllərinə sağlıq deyirəm Nihadın, qəşəng görür. Yəni, inşallah ondan da yaxşısını yığarsan. Qəribi də tanıyıram, Qəribin də burada videosunu çəkmişəm. Bilsən necə YouTube videosunu çəkmişəm. Onu da qoyacağım elə videoya. Qərib də bizim yaxınımız, dostumuzdur. Nəysə, dayandır. İndi bu stansiyanı görsədək. Bura Əhmədli stansiyası belə çıxır, hə? Əhmədlidir bura. Gördüyünüz kimi Əhmədli stansiyasıdır. Umarım uşaqlar, deməli, Nihadın səsi də gəlir. Əhmədli stansiyası. İndi sırada xalqlar dostluğudur. Ya da ki, nə stansiyadır? Neftçilərdir, yoxsa xalqlardır. Başla. Amma sən bu xəttləri yüngül eləmsən. Ya sürətini çox eləmsən, ya da ki, biraz azaltmışsan. Amma o yaxşıdır. Elə metro oyunları var. İndi metro oyunlarına girəcəyik. Orada qatar yoxdur. Tam belə tikilmiş formasında deyil. Xəttlər uzundur. Yəni mən onu deyirəm. Yəni sən görmüsən də o oyunlar. Mən də görmüşəm, girmişəm. İndi uşaqları da görsədərik orada. Yəni azaddır. Əhmədliyə bəyər ki. Ağam, nə yaptım mən? Nəysə, xalqlar dostluğudur bura. Nəysə. İndi gedim neftçilərə. Ya da ki, qara. Yaxşı, gəldim. Deməli, giririk maşinistin otağına, salam əleyhissalam. Getdik. Amma oyunda məsəl üçün o yaxşısı olardı ki, yəni game zat qoymaq üçün yaxşı olardı. Səni mən tanıdım, bilsən haçan. Bura neftçilərdir, hə? Yoxsa qara. Neftçilər. Neftçilər stansiyasıdır bura. İndiki sırada gedirik Qaraqarayevə. Gel. Qaraqarayevə gedək. Koroğluya qədər eləəm. İnşallah. İndi gör indi. Burada Qaraqarayev stansiyasıdır. Prosto qəribədir. Sən bunu amma yaxşı yığmısan. O heç. Bu nazikdir. Bu stansiya nazik eləmsən Qaraqarayevi. Yazıları da qəşəng görsənir. Bu amma tam tikiləcək. Hələm yarımçıqdır. Bu amma yarımçıqdır. Onda bu tam
İnşallah sizə uğurlar arzu edirəm. Buradan qəribə də salamlar. Hə. Yəni qəşəng yığmısınız. Mən bu oyuna tam test isə, yəni tam yığmamışsınızsa, mən bu oyuna onda 8 puan verirəm. Qəşəng yığmısınız. Heç nə olmaz deyəndə ki, tam yığılsa, bəlkə puanını da qaldıra bilərik. Yəni yarımçıdır deyə 8 puan verirəm. Amma yaxşı 8 puan vermişəm. Ay sağ ol. İndi puanlamanı oyunun puanlaması budur. Onda 8 puan. Sırada hansı oyuna keçək? Asansörlü bağlanma. Bildim spam. İndi spam yazaram görüm indi. Elə funksiya varsa çəkəcəm onu. 20 nə olub. Girdik uşaqlar. Bu isə Teymurun oyunudur, yəni Script Roblox'un. Bənövşəyi xətt oyunudur və 3 stansiyadan ibarətdir. Avtovağzal, Memar Əcəmi 8 noyabr stansiyasıdır. Və gördüyünüz kimi bu qatarlar da indi bu dəqiqə 8 noyabr və Avtovağzal stansiyalarına gedir və ortadayıq. Biz hardayıq görək. Memar Əcəmi stansiyasıdır, yəni ki, orta ikinci stansiyadayıq. Yəni bildiyiniz üzere ya bu yolla ya Avtovağzala gedir, bu yolla da 8 noyabr stansiyasına gedir. Deməli oyunumuza baxaq görək necə oyundur. Deməli gördüyünüz kimi yuxarıda belə şeylər yığıbdır. Bu arada qəşəng yığıb, Memar Əcəmi stansiyasını qəşəng yığıb. Və bunu sizə bildirim ki, buradan bir dənə çəkilək, buradan baxın. Və burada da açılır. Və bir də yadımdan çıxdı ki, 4 dənə stansiya var. Və Xocavənd stansiyası, bir də ki, Avtovağzal stansiyası var. Hər nəsə indi buradan açırsınız və oturmaq istəyirsiniz və bağlayırsınız. Buradan da bağlanır. Deməli qatarımız da gəldi. 2 dənə qatar burada var. Deməli qabaq hissəyə getdikdə deməli geyim yeri olmalıdır buralarda. Gedək indi baxaq görək varmı? Deməli bu qapıda, qapı hissəsində. Qapıya girən kimi geyimlər buradadır. Yəni geyimlər gördüyünüz kimi buradadır. Və bir geyim geyinirsiniz burada və məsəl üçün maşinist geyimi, bu Bakının bu adi qara geyim geyinirsiniz və adı nə idi bunun və deməli burada işarələrdir, bir də açardır, reversifkanı götürür, disklərdir. Burada məsəl üçün gedə bilərsən, burada baxırsan, məsəl üçün gedə bilərsən, gedə də bilmərsən. Burada belə bir şeylər də var. Deməli metroya, qatara baxaq. Qatarımız adı nə idi? Qatarımızın adı. Qatarları bu arada çaşıram. Deməli 81 77 5 və 7 girirsən və burada qapılar var. Bu qapını açırsan məsəl üçün, bu hansı qapıdır? Hə, bu qapını açandan sonra girirsən bura baxırsan. Deməli bu qatarımız da qəşəng yığıb, həqiqətən çox qəşəng yığıb. Miləmil realdakı kimi eyni yığıb. Və bunu demək istəyirəm ki, siz də bu oyunları oynayın. Oynamazsınız, məsəl üçün bu oyun da bağlana bilər və yəni bu da pis olar. Hər nəysə. Deməli burada sona eləyək və
Sırada stansiyalara keçək və burada stansiyamız var. Ya 8 noyabrdır bu, deyən 8 noyabrdır ki, avtovağzal stansiyasına. Avtovağzal stansiyasında deməli, yəni oyun budur. Artlar da var, oyunun Xocavəndi var. Bunun yarısını belə çəkdim. Avtovağzal memarəcəmi stansiyalarını göstərdim və part 2-də isə metrolar göstərəndə part 2-sini də çəkəcəm bunun yarı və Xocavənd 8 noyabr stansiyalarını çəkəcəm. Yəni bu tamamlanmış bir şeydir. Yəni çox qəşəng oyundur. Burada bütün Azərbaycanlılar, ruslar, türklər oynaya bilər bu oyunu. Baxıb videosunu da çəkə bilərsiniz və paylaşa bilərsiniz. Mənə görə çox əla oyundur. Mən onda 10 puan verirəm bu oyuna. İndi isə sıradakı oyunumuza Bakı metro qırmızı xətt. Bakı metro qırmızı xətt Nuriyev onun yəni oyunudur. Və bunun da karakteri bu cürədir. Yəni gelişdirici Nuriyev onun karakteri budur. Və gördüyünüz kimi burada sıralarla dörd bucaqlar, qırmızı dörd bucaqla qoyulmuş. İçəri şəhər, sahil, 28 may, Gənclik, Nəriman Nərimanov, Ulduz, Koroğlu, Qaraqarayev, petrol mühəndisləri. Bunun mən maraqlıdır mənə petrol mühəndisləri nədir? Yəni neftçilər. Məndə türk şey tərcümədir. Petrol mühəndisləri yazılır. Yəni neftçilərdir bura. Xalqlar dostu, Əhmədli, Həzər Aslanov stansiyası bunlardır. Deməli, ilk öncə deməli belə deyək, petrol mühəndisləri, yəni burada neftçilərmi yoxsa başqa bir stansiyadır? Bunu yorumlarda siz yazın və bilin. Neysə. İlk öncə İçəri şəhərdən başlayaq. Qırmızı xəttdir bu arada. Teleport. Biz deməli karakterimiz də görsənsin deyə. Karakterimizi də bura qoyuruq. Deyilir bunlar bağlı yerdir. Burada açılsa əla olar. Neysə. Uzun sözün qısası İçəri şəhərdə bu qədər. Buradır. Və ikinci stansiyaya keçək, sahil stansiyasına. İçəri şəhərə yaxın dost qardaş olan sahil stansiyasına. Deməli sahil stansiyası buradadır. Buradır. Bəli, buradır. Və hər yanın göy eləyib alt tərəflərin ağ qəhvəyi. Deməli gördüyünüz kimi bu cürə. Belə də şey eləmək istəmirəm, yəni çox da şey eləmək istəmirəm. Yəni burada sahil stansiyasıdır. Yəni sizə stansiyaları göstərirəm ki, Nuriyev onun yaratdığı stansiyalar bu stansiyalardır. Və burada Nuriyev 10 Robloxda hansı qaqaşdırsa, uşaqdırsa, buradan ona da salamlar olsun. Və əla yaradıb. Buna da əllərinə sağlıq diləyirəm. Çox sağ olsun. Yəni bunu da haqqın halal eləsin. Biz də yoxlayırıq burada. Hər neysə. Deməli 28 may stansiyası getdi 28 may stansiyasına. Yaşıl xətt və Cəfər Cabbarlı stansiyasına keçid olan həmən 28 may stansiyasına gəldik, çatdıq. Gördüyünüz kimi burada da adi 28 may stansiyasıdır. Mən açıq saçı deyim, İçəri şəhər stansiyası mənim üçün çox qəşəng olub. Yəni o qalanları sahil stansiyası biraz mənim üçün normal oldu. Bu belə də bu da normaldır. Biraz düzəliş etmək lazımdır. Yəni buradan deyim sizə. Və qatarlara baxaq. Yəni sahildə kimi baxmadım. Sahildə də olmalıdır məsəl üçün. Deməli burada basaq. Bu hansı qatardır? 81 neçə? Bu hansı? Nəysə. Hansı qatardısa bilmirəm. Yəni bu qatar Həzaslanov stansiyasının qatarıdır. Nəysə. Nə danışıram? Nəysə.
Deməli burada baxanda çıxar da, yəni qatarımız da belədir. Rəngi qəşəngdir. Rəngi qəşəng yığıb. Amma sizə onu deyim ki, burada bu özəlliklər yoxdur. Məsəl üçün informatorları var. Amma ki script Roblox'un elədiyi informatorları heç kim eləyə bilər. Məsəl üçün onu da az adam eləyə bilər. Lakin hələm ki bunlar pik nöqtədə bu cür yığırlar. İnşallah gələcəkdə də yaxşı yığarlar bu oyunu. Yəni onlara yaxşı yığmaq diləyirəm. Nihat da qəşəng yığıb bu arada və Gənclik stansiyası Gənclik stansiyasına gəldik, çatdıq və Gənclik stansiyası da bu cürədir. Deməli burada da bu cürə belə buna neçə puan verərsiniz? Mən buna puan vermirəm. Bu stansiyaya siz bu Gənclik stansiyasına puanlama eləyin. Aşağıda qoyacağam. Neçə puan bu stansiyaya neçəsi də bu cürədir uşaqlar. Bu da Nərman yazısı. Əslində bütün yazıları belə qoymalıdır. 28 may yazısında qoymalıdır. Deməli Gənclik stansiyasında da belə yazılar qoymalıdır. Amma yox. Amma qəşəng. Bunu da belədir. Yəni mən belə heç gözümü açmadı. Yəni biraz yıxsaydı lap qəşəng olardı da, yəni çox qəşəng olardı. Deməli xalqlar dostluğu da bu cürə, deməli Gənclik kimidir. Aha. Mən burada göstərirəm ki, belə stansiyalar var. Siz də baxa bilərsiniz. Yəni siz də gəlib belə baxa bilərsiniz də. Mən stansiyalar sıra göstərdim, ondan sonra çıxacağam. Çox stansiyalar var. İndi xalqlar dostluğundan sonra Əhmədli, ondan sonra Həzrəstanov stansiyasıdır. 2 stansiyamız qaldı və Əhmədli stansiyasına da girib baxaq və ondan sonra da Həzrəstanovdan sonra da puanlamağa başlayaq. Deməli bu da Əhmədli stansiyasıdır. Gördüyünüz kimi bu da fərqli bir şeydir. Nəysə bu cürədir Əhmədli stansiyası. Mən arada bir Həzrəstanov da deyə bilərəm. Mən saşıram buna görə. Bu Əhmədli stansiyasıdır. İndi sıradakı stansiyalarım danış da stansiya o biri stansiyamız Həzrəstanov stansiyasıdır. Şükür Allah'a dedim. Neyse, Həzrəstanov stansiyası da bu da sonuncu stansiyamızdır. Bu da belə bu cürə. Deməli bu cürə budur, yəni belədir. Belə bir dənə sarı işıq qoyublar və son açıq, mən bunu açığı deyib, mənim ən çox xoşladığım bir dənə stansiya oldu. O da İçərişəhər stansiyasını çox qəşənglənmişdi, qırmızı xəttli. İçərişəhər stansiyası çox qəşəng idi. Mən bu oyuna, deməli, Nuriyev onun yaratdığı sahibi Nuriyev ondur. Oyunun sahibinə, yəni belə deyim ki, neçə puan verə buna? Onda 7 yarı verə. 7 yarı verəm. Çünki burada qatarlar da yaxşı idi. Biraz əl gəzdirsəydi yaxşı olardı. Bir də stansiyalara da əl gəzdirsəydi yaxşı olardı. 7 yarı verirəm. Normal oyunda girib baxa da bilərsiniz, oynaya da bilərsiniz, RP də eləyə bilərsiniz. İkinci oyunumuz da Bakı Metro Remarka oyunumuzdur.
Deyəsən sahibinin adı Remark-edir və sahibi deyəsən Remark-edir. Adlı yazıb Script Roblox, yəni Teymurun yeni oyunudur. Və bu oyunda Həzz Aslanov stansiyasında burada bəli, Həzz Aslanov stansiyasıdır və burada nədir? Əhmədli. Hər nəsə, bu belə oyundur. Yəni bu oyunda əvvəl çox adam oynayırdı, indi heç kim oynamır. Hər nəsə, bu cürə oyundur. Deməli, gedirik. Hələ ki gedirik, hə? Belə boş oyun, amma siz də girib baxa bilərsiniz, qatarlara baxa bilərsiniz. Bir dənə qatar şeyi tapsaydı, burada qatar var. Yoxdur axı. Ağa be. Burada qatar yeri yoxdur. Bunu siz bölmədə yazarsınız, yəni kommentlərə yazarsınız ki, yəni bu videonu çəkəndən sonra da mən buradan girsəm, əgər bu oyuna girsəm, yəni deyirsiniz ki, burada hansısa bir yerdə qatar var da, yəni orada sürüb baxa da bilərik. Nəysə, bu oyun deyəsən belə də belə döndərəndə də, yəni üzürsən döndərəndə belə də ola bilir, amma mən düzəltdim. Harada qalmışdı? Yəni belə qatarlar bağlıdır deyəsən, ona görə də. Dördüncü oyunumuz isə Bakı Metro Azdır. Əli Heydərin oyunudur. Sahibi Əli Heydərdir, yəni Azdev. Mənim dostumdur, yəni Azdev də mənim dostumdur bu arada. Çəkdiklərim Metro oyunlarının sahibləri mənim dostum sayılır, yəni belə deyim, arkadaşlarım da var. Deməli, İçəri şəhər stansiyasıdır. Bura çox kasma verir. Yəni qəşəng yığıb İçəri şəhər stansiyasını. Buradan keçsək indi o biri stansiyalara. Mən sizə İçəri şəhər stansiyasını göstərirəm. Ulduz 28 deməli buralarda Ulduz stansiyası və burada Ulduz stansiyasıdır. Mən burada qaçmıram, sizə göstərirəm ki, yəni necə deyil, yəni siz biləsiniz. Hər nəsə. Deməli burada da İçəri şəhərə biz keçmişik. Yəni az olacaq, yəni burada da gələn şey deyəm. Bura nədir? Həzz Aslanov stansiyası. Mən bu Həzz Aslanov stansiyasını biraz da pek sevmədim. Deməli bu oyunları da keçdik və qatarları da görmədim. Qatarları da part 2-də çəkərik. Mən bu oyuna hələm ki mən demirəm puanlamanı, siz bu puanlamanı verin. Neçə puan verərsiniz bu oyuna, Əli Heydərin oyununa neçə puan verərsiniz? Yorumlara, kommentlərə yazarsınız. Kommentlərə yazmağı unutmayın. Bir də ki, bu videoya 50 like gəlsə, 50 like gəlsə part 2-si gələcək, yəni part 2 gələcək. Yəni metro oyunlarına puanlama edəcəyik. Bura qədər uşaqlar, öpürəm sizi, özünüzdən müğayət olun, sağ olun, salamat qalın, bye.